Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif riyaziyyat qiymətləndirmə tapşırıqlarının ikinci hissəsindəki dərslərimizə davam edirik. Artıq səhifə 41-dəyik. Yeni 6-cı bölməyə keçdik. Bölmənin adı müstəvi fiqurlardır. Bugünkü mövzumuz isə konqrent bucaqlar, bucağın tənböləni. A variantından başlayırıq. Bildiyi şəkildə verilənlərə görə hansı şüalar tənböləndir? Tənbölən bilirik ki, bucağı iki bərabər hissəyə bölən şüaya deyilir. Məsələn, OC bucağı, OC şüası. Digər tərəfində də bucaq 45-dir, bu tərəfində də 45-dir. Yəni, bərabərdir. Deməli, OC tənböləndir, bu bucağın tənbölənidir. Sonra isə, baxaq, bura 85-dir. Bu ikisi də birlikdə 40-la 45, 85-dir. Ona görə bunların arasındakı şüa, OD şüası tənböləndir. OC və OD-C variantı. OB və OD şüaları uyğun olaraq AOC və COE bucaqlarının tənbölənidir. AOB 32, DOE 27 olarsa, BOD bucağının dərəcə ölçüsünü tapın. Birinci şüa deyir ki, AOC. AOC buradır. Bunun tənbölənidir OB. Tənbölənidirsə, bura 32-dirsə, demək ki, burada 32-dir. Sonra nə deyir? COE. COE də buradır. Burada da tənbölən var. Deməli, burada 27-dir. Bizdən nəyi soruşur? BOD-ni soruşur. Birin tərəfi 32-dir, bir tərəfi 27-dir. Toplayırıq, tapırıq 59. D variantı. OC şüası AOB bucağını iki bərabər hissəyə bölür. OD və OE şüaları uyğun olaraq AOC və COB bucaqlarının tənbölənləridir. AOB 148 dərəcə olarsa, DOE bucağının dərəcə ölçüsünü tapın. Deməli, bizə AOB-ni verib. Yəni, bucağın hamısı olan hissəni 148 veribdir. Və deyir ki, iki bərabər hissəyə bölünüb OC şüası. Bunu iki bərabər hissəyə bölübsə, 148-i 2 yerə bölürük. 74 edir. Bu hissəsi də 74-dür. Bu hissəsi də 74-dür. Və həmçinin buradakı şüalarda buradakı bucaqları tənbölənidir. Yəni yarıya bölüb. Bu bunu yarıya bölüb, bu da bunu yarıya bölüb. Ona görə 74-ün də yarısını tapırıq. 74-ün də yarısı eləyir 37. Deməli, buradakı bütün balaca bucaqlar 37-dir. İndi bizdən DOE-ni soruşur. DOE budur. 2 dənə balaca bucaqdan ibarətdir. Dedik ki, hər balaca bucaq 37-dir. Ona görə ikisini tapmaq üçün 37-ni 2-yə vuruq. 74 A variantı. İndi deyir ABC düz bucaqdır. Yəni, bu bucağın hamısı birlikdə 90 dərəcədir. ACM bərabərdir NCB-yə, o da bərabərdir 17 dərəcə olarsa, MCN bucağının dərəcə ölçüsünü tapın. Deməli, bizə nəyi verib? ACM bura, sonra NCB bura. Bu ikisi də deyir 17-dir. 2 dənə 17. 17-ni 2-yə vuruq 34. Bizə qalır ortadakı bucağı tapmaq. Hamısı birlikdə 90 olduğuna görə 90-dan 34-ü çıxıb tapırıq ki, 56 B variantı. AOB düz bucaqdır. Yəni, bucağımızın hamısı 90 dərəcədir. OD şüası BOC bucağının tənböləni AOC 56 olarsa, AOC haradır? Buranı verib bizə 56. AOC bucağı COD bucağına neçə dərəcə böyükdür? Biz COD-ni tapmalıyıq. Bura 56-dırsa, digər tərəfi tapmaq üçün 90-dan 56-nı çıxırıq. Bu eləyir 34. Bu iki balaca bucaq birlikdə 34 və onlar da yarıya bölünüb. Çünki demişdi, tənböləndir OD. Ona görə 34-ü 2-yə bölüb, o balaca bucağın birini tapırıq ki, 17-dir. İndi deyir AOC, yəni 56 dərəcə. COD-dən onu da tapmışıq 17. Neçə dərəcə böyükdür soruşur, çıxırıq. 9, 39 C variantı. NE şüası MNK bucağının tənböləni
MNK da 118 və ENK bərabərdir 4x çıx 1 olarsa x-i tapın. Bizə nəyə verib? Bucağın hamısının ölçüsünü verib 118. Həmçinin deyir ENE də bunun tənböləndir. Deməli 118-i yarıya bölüb bu iki bucağın dərəcəsini tapa bilərik. 118-i 2-yə böləndə 59. Burada 59-dur, burada 59-dur. İndi bizə deyir ENK, yəni bura. Yəni 4x çıx 1-dir və bizdə deyirik ki 59-dur. X-i tapmaq üçün nə edərik? 4x bərabərdir 59-un üstünə 1 gələrik. 60, x-i də tapmaq üçün 60-ı 4-ə bölərik. 15. D variantı. İndi getdiyə baxırıq. CM şüası ACB bucağını 2 hissəyə bölür. CM ACB-ni 2 hissəyə bölür. ACM və MCB bucaqlarının deyir ki, CE və CN şüaları uyğun olaraq ACM və MCB bucaqlarının tənbölənidir. ACB-nin və BCE-nin dərəcəsini verib. ACE-nin dərəcəsini istəyir bizə. ACB haradır? Baxaq. ACB bütün bucaqdır. Bütün bucağın dərəcəsi 132-dir. BCN haradır? Bu da buradır. Bunun dərəcəsi 23-dür. Bura 23-dürsə, demişdi ki, bizə CN bu bucağın tənbölənidir. Deməli, burada 23-dür. Bu ikisi birlikdə 23-dürsə, 132-dən 2 vur 23-ü çıxırıq. 2 vur 23, 46-dır. 132-dən də 46 çıxaq. 6, 86. Deməli, ACM 86-dır. Bizdən isə onun yarısını istəyir. Çünki bu bunun tənbölənidir. Deməli 86-ını da 2-yə bölüb tapırıq ki 43 A variantı. MON kör bucaq. MON kördür. EOF düz bucaqdır. EOF buranı göstərir. İşarəsi də var. 90 dərəcədir. OE şüası MON bucağının tənböləni və NOF 23 olarsa MON bucağının dərəcə ölçüsünü tapın. Biz deməli EOF-ni bilirik 90-dır. Həmçinin NOF-ni bilirik. NOF də budur. 23-dür. Bura 23-dürsə 90-dan 23-ü çıxıb EON-i də taparıq. 90-dan 23 çıxsaq 67. Bizdən isə buranı soruşur. MON-i soruşur. Xeyr, buranı soruşur. Və demişdi ki, OE buranın tənbölənidir. Yəni, bura 67-dirsə, deməli, burada 67-dir. Buna görə 67-ni 2-yə vuraraq bizə lazım olan bucağı tapacaq. Bu da edir 134 B variantı. İndi 9-da deyir ki, AOB açıqdır. Yəni, 180-dir bura. BON 36-dır. BON 36-dır. AOC 62-dir. AOC də 62-dir. Sonra deyir, OM şüası bura yəni CON-i buranı tənbölənidir. Bizdən isə soruşur BOM-i, yəni buranı. Biz əvvəlcə 36 ilə 62-ni toplayırıq. İkisi birlikdə nə qədərdir onu tapırıq. Bu edir 98. Sonra isə bu orta hissə nə qədərdir tapmaq üçün eləyərik 180-dən 98-i çıxarıq. Çünki demişdi açıq bucaqdır bura. Ondan 8, 2, 17-dən 9, 8. 82. Və bu tənbölən olduğuna görə 82-ni də 2-yə bölüb buradakı iki bucağın hər birinin dərəcəsini taparıq ki, bunlar da 41-dir. Bizdən nəyə soruşur? Baxın, BOM-i. Burada nə var? 41-dən 36 var. Bunları da toplayırıq. Cavabı tapırıq. 77. C variantı. Ona baxırıq. MNK düz bucaq. NF şüası ENK bucağının tənbölənidir. Uyğunluğu müəyyən edin. Deməli, MNK 90-dır. NF şüası isə ENK-nın, yəni bu bucağın tənbölənidir.
İndi nə deyir burada? M-ni 48 götürsək, yoxsa buradan yoxlayaq. FNK-nı 22 götürək. FNK haradır? Buradır. Bura 22-dirsə, burada 22-dir. 2-dən 22 44-dür. 90-dan da 44 çıxırıq. Deməli, bura gərək 90-dan 44 46. Deməli, MNE 46 oldu. 1-ə uyğundur de. İndi 19 qoyuruq. Bura 19-dursa, burada 19-dur. Bu oldu 38. 90-dan da 38-in çıxırıq. Elir 52. Burada uyğundur B. İndi 20 qoyuruq. Bu ikisi hərəsi 20-40 olur. 90-dan da 40 çıxırıq. 50. Burada uyğundur C. Daha doğrusu burada E olmalıdır. Çünki C buradadır. Səhvən C yazılıb. Biz də E yazıq. Keçirik səhvə 43-ə B variantına. Şəkildə verilənlərə görə hansı şüalar tənböləndi? Bura 42, bura 42-dirsə, ikisi də eynidirsə, deməli OB bunların tənbölənidir. Həmçinin bura 75-dir. Bu ikisi birlikdə 75-dir. 42-dən 33. Deməli buradakı OM tənböləndi. OB və OM. Bu da D-dədir. 2-yə baxırıq. Bizə MON-in dərəcəsini veribdir. Burada da yazıb 47. Sonra FOK-nı da verib 24. Bizdən isə soruşur EOF-ni. Necə tapacaq? Həmçinin bizə deyir ki, OE MON-in tənbölənidir. Yəni, bura 47-dirsə, deməli, burada 47-dir. OF-də bu bucağın tənbölənidir. NOK-nın. Deməli, bunun yarısı 24-dürsə, digər yarısı da 24-dür. İndi artıq bizə lazım olan EOF-ni tapa bilərik. Bunun üçün 47-nin üstünə 24 gələcək. 71 A variantı. 3-ə baxırıq. Şərti oxumuram. Verilənləri qeyd edək. Bizə verib MON-i. MON buradır. Və bura deyir 76-dır. Aha. Sonra bizə deyir ki, OM, yəni bu şüa, buranın tənbölənidir, AOC-nin. ON də COB-nin tənbölənidir. Yəni, həmçində demişdi ki, OC şüası AOB-ni bərabər hissəyə bölür. Yəni, bu da tənbölənidir, böyük bucağın tənbölənidir. Bunu, buranı verib 76. 76-nı 2 yerə bölüb buraları taparıq. 76-nı 2-yə böləndə 38. Burada 38, burada 38. Biz böyük bucağı tapmalıyıq ümumiyyətlə. Bura 38-dirsə, bunlar da tənbölən olduğuna görə 38-i 2-yə vurub hər yarım bucağın dərəcəsini taparıq. 38-i ümumiyyətlə 4-ə vurarıq. Çünki bunlar hər biri 38-dir. 32, 3 yadda, 15, 152 edir cavab B variantı. İndi bizə deyir ABC düz bucaqdır. Yəni bu böyük bucağımız 90 dərəcədir. Sonra deyir ki ACE, yəni bu balaca bucaq bərabərdir digər balaca bucağa, FCB-yə və onlar da bərabərdir 19-a. Burada 19-dur, burada 19-dur. ECF-ni soruşur. ECF-ni tapmaq üçün nə edərik? 90-dan çıxarıq 2 dənə 19-u. 2-dən 19 38 edir, 90-dan da 38 çıxanda 52 edir. Bu da C-dədir. İndi 5-ə baxırıq. AOB düz bucaqdır. Yəni bunun böyük bucağın dərəcəsi 90-dır. Sonra deyir ki, OM AON-in tənbölənidir. Həmçinin bizə AOM-i veribdir 18. Bura tənbəli olan olduğuna görə 18-i 2-yə vururuq. Buranı tapırıq 36. Bizdən isə haranı soruşur. Deyir AON. Bura 36-dır. NOB-dən nə qədər kiçikdir? NOB-ni necə taparıq? 90-dan çıxarıq 36. 36 haradan çıxdı? 2 vur 18-dən. 90-dan 36 çıxanda 54. Deməli, NOB 54-dür. 54 deyir ki,
AO N'dən nə qədər böyükdür? O da 36-dır dedik. Çıxırıq tapırıq. 18 dərəcə. D variantı. Keçdik 44-ə. OC şüası AOB-nin tən bölənidir və AOB-ni verib 84. Aha, 84-ü yarıya bölürük. Bu iki bucağın da dərəcəsini tapırıq ki, 42-dir. Həmçinin bizə deyir ki, AOC, yəni bura 3x çıx 9-dur. Və biz də tapdıq ki, ora 42-dir. 3x bərabərdir 42-nin üstünə 9 gəlirik 51. X-i tapmaq üçün 51-i 3-ə bölürük 17. B variantı. 7-yə baxırıq. NE şüası MNK-nı 2 hissəyə bölür. Burada baxaq bizə nəyə verib? MNK-nın dərəcəsini verib. MNK böyük bucaqdır. Dərəcəsi deyir 148-dir. Buradan bura hamısı birlikdə 148-dir. Sonra KND-ni verib. KND də bu balaca bucaqdır. Bura 28-dir. Sonra deyir ki, bura NF və ND uyğun olaraq MNE-nin və ENK-nın tən bölənidir. ENK-nın tən bölənidirsə ND və bura 28-dirsə, burada 28-dir. 2-dən 28, 56. Aha. Bizdən MNF-ni soruşur. 56. Deməli, biz 148-dən tam bucağın ölçüsündən bu ikisini birlikdə çıxarıq 56-nı. Bu eləyir 92. Deməli, bu bucaq 92-dir. Və bizə deyir ki, NF bunun tən bölənidir. Ona görə 92-ni 2-yə bölüb hər bir bucağın dərəcəsini taparıq. Bu eləyir 46. Bizdən də buranı soruşurdu. Buradakı bucağın birin 46 oldu. B variantı. İndi bizdə burada verib FNK-nı. FNK haradır? Balaca bucaq. Deyir ki 19-dur. Həmçinin deyir ki ENF düz bucaqdır. Yəni 90-dır. Deməli biz 90-dan 19-u çıxarıq. 71 buranı taparıq. Yəni ENK-nı taparıq. Həmçinin bizə deyir ki, NE şüası MNK-nın tən bölənidir. Deməli, bura 71-dirsə, burada 71-dir. Bizdən isə MNK-nı bütöv buranı soruşur. 2-dən 71. 71-i 2-yə vururuq. 142. D variantı. 9-a baxırıq. Deyir ACB açıq bucaqdır. Yəni 180-dir. ACM haradır? Baxaq. Bura, bu balaca bucaq 29-dur. Sonra BCN bura 51-dir. Aha. İndi gəlin biz bu arada qalan bucağı tapaq. 180-dən çıxarıq. 29-u ilə 51-in cəmin. 29 ilə 51-i toplayanda 80 edir. 180-dən 180 çıxanda 100 edir. Bu hissə isə 100-dür. Yəni MCN. İndi bizə nə deyir başqa? Bizə ümumiyyətlə MCD-ni soruşur. Bizə deyir ki, həmçinin CN, yəni bu şüa BCD-nin tən bölənidir. Bura 51-dirsə, burada 51-dir. Deməli, 100-dən 51-i çıxıb, buranı tapırıq ki, 49-dur. A variantı. Və sonuncu sualı da həll edək. BOD-yə 37 qoyaq. BOD bura. Və AOB açıqdır. 180-dir. Həmçinin OD, yəni bu, BOC-nin tən bölənidir. Tən bölənidirsə, yarısı 37-dirsə, burada 37-dir. 2 dənə 37 var. 180-dən 37-dən çıxıb AOC-ni tapacaq. 37-dən 2-yə vuranda 74 edir. 180-dən də 74 çıxaq. 106. Bu B-dədir. 1-ə uyğundur B.
İndi ikincini tapaq. İkincidə isə verib 41. Bura 41-dirsə, bu ikisi birlikdə 41 ilə 41 82 eləyir. 180-dən də 82-ni çıxıb tapırıq ki, 98-dir AOC. O da E-dədir. Və üçüncüsündə 34 qoyacaq BOD-yə. Bura 34'dür. Onda burada 34'dür. Bu ikisi birlikdə olur 68. 180'dən də 68'i çıxırıq. 112. Burada uyğundur C. Bəli, iki variantı bitirdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.